Salam uşaqlar, hər vaxtınız xeyir. 37-ci sualın həllinə baxırıq. A B-yə paraleldir və C kəsəndir. Bu bucaqlarda iki paralel düz xəttin üçüncü düz xəttlə kəsişməsindən alınan bucaqlarda. Bura betadırsa, qarşısı da beta olacaq. Bura beta. Və daxili bir tərəfli bucağa baxırıq. Bura alfadırsa, burada alfadır. O zaman, baxın, bu bucaqlar qarşılıqlı və burada o zaman alfa olacaq, burada alfadır. Alfa böl beta nisbətini 2:7 nisbətində verib. Deməli, alfamız 2x, betamız 7x yaza bilərik. Və buradan baxsaq, açıq bucaq həm də qonşu bucaqlar dedik necə olur? Qonşu bucaqları yazsaq, bura alfa, bura beta. Alfa plus beta cəmi bizə nəyi verirdi? 180 dərəcə. Betanın yerində durub 7x, alfanın yerində durub 2x. Və bu qaydaya əsasən yaza bilərəm ki, 7x üzərinə gəlinsin 2x bərabərdir 180 dərəcə. 9x 180 dərəcədirsə, x-ım deməli 20 dərəcədir. Və bizdən betanı soruşur. Beta, yəni bizdən 7x-i soruşur. X-i mən 20 tapmışamsa, 7 vur 20 bərabərdir 140 dərəcə. Və buradan baxsaq, beta olacaq 140 dərəcə, alfa olacaq 2 vur 20 40 dərəcə. Bizdən betanı soruşduğu üçün cavabımız C variantı. Alfanı soruşsaydı 40 dərəcə olardı.